Bu ilin oktyabr ayına olan son məlumatlara əsasən dünyadan çox ziyarət olunan veb-saytların reytinqində ciddi dəyişiklik müşahidə olunmayıb. Yenavaz.com məşhur Similar web platformasına istinadən xəbər verir ki, birinci yerdə ənənəvi olaraq Google.com qərarlaşıb. İstifadəçilər saytda orta hesabla 10 dəqiqədən çox vaxt keçirir və 8-dən artıq səhifəyə baxırlar. İkinci yerdə isə YouTube yerləşir. Bu platformda orta qalma müddəti 19 dəqiqə 40 saniyə olmaqla bütün digər saytları geridə qoyur. Facebook, Instagram və ChatGPT.com-da öz populyarlığını qorumağa davam edirlər. X.com, Reddit, WhatsApp və Wikipedia ilk onluqda yer alan digər saytlardır. Qeyd edək ki, Wikipedia bu dəfə bir pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Bing.com isə 10-cu yeri tutur və istifadəçilər bu axtarış mühərrikində orta hesabla 6 səhifəyə baxır. İlk 20 ilin davamında Yahoo, TikTok, Yandex, Amazon, LinkedIn, Baidu, Bet.br, Naver və Office.com kimi tanınmış platformlar yer alır. Ən diqqət çəkən artım isə Office.com saytında qeydə alınıb və bu sayt əvvəlki reytinqlə müqayisədə 8 pillə yüksələrək 20-ci sırada qərarlaşıb. Ümumilikdə reytinq texnologiya, əyləncə və sosial media saytlarının hələ də internet istifadəçiləri üçün əsas prioritet olduğunu göstərir.